Cavan, ana qurban olar sənə düz deyirsən? Düz deyirəm. Ev yananda evdə olmayıblar. Ay sənə şükür olsun. Ay sənə qurban olaram. Ay sənin şad xəbər olasan, sənin başıma dönərəm mən. Ay bala. Allah eləməsin. Biz də elə bildik fikirdən başıma havazat gəlib. Sənə görə narahat olduq. Sağ ol da, dəli oxşuyuram. Mənim balam hansı dəli deyir ki, mən dəliyəm? Yaxşı da, bəsdir də, Hikmət. O nə sözü deyirsən uşağa? Nədir? Yoxsa sən də elə fikirləşmirdin? Yaxşı da həyata, güya sən özün fərqli fikirləşirdin. Ay sağ ol. Ay sağ ol. Yaxşı. Bunu qoyun qırağa, keçək əsas mətləbə. Siz hazırsınız ya yox? Əlbəttə hazırıq. Sən nə vaxt desən biz hazırıq. Başımız gözümüz üstə. Amma hara gedəcək, harda qalır indi onlar? Onu mən sizə deyəcəm, hara gedək, nə vaxt gedək. Siz hazır olun, bəsdir. İnşallah. Ay Allah, sənə qurban olaram. Balamın gülən üzünü gördüm mən. Artıq eşini istəmirəm. Çox şükür. Sən də axır vaxtlar yaman kövrək olmuşsan ha. Dəymədi anama. Toxunulmazdı. Ata bala, qoşalaşıb ağladacaqsınız məni. Hep yox. Tək elə belə gözəl xəbərlərə kövrəlim. Amin, amin. Aygül, nə olub? İmranı tutublar. Necə yəni tutublar? Nə danışırsın ay bala? Səbəbi nədir, bir şey demədi? Elə on dedi ki, kimsə şikayət edib, datildən çıxın təcil. Kim şikayət eləyə bilər? Kim eləyəcək? Babası. Gördü ki, sağıq, acığını ondan çıxdı. Belə bir şey necə eləmək olar axı? O eləyər, cavan şir eləyər. Bəs indi biz neyniyək? Hə İmran bəy, danış görüm, evi niyə yandırmısan? Nə ev rəis? Mənim xəbərim yoxdur, mənə şər atırlar. Yalan niyə danışsan? Anonim zək gəlib, adı çəkiblər, sənin adı var. Rəis, mən heç kimin evini yandırmamışam, mənim ümumiyyətlə heç xəbərim yoxdur. Sən o evi yandırmısan, biz də səndən soruşur ki, niyə eləmirsən? Kim mənim adımı deyib ki, rəis? Başa düşmədim. Rəis, o qədər paxıl adam var, gözü götürməyən adam var. Özlərindən quraşdırıblar da belə bir şey. Bəsdir, boş-boş danışma, paxıllıq eləyirlər, yox beyr. Nə deməyimi gözləyirsə, rəis? Ağlıma başqa bir şey gəlmir axı. Sənin ağlın var ki, bir ağıl da gəlsin. O evi yandırılan ailəni tanıyırsan sən? Hə, tanıyıram. Necə tanıyırsan? Konkret cavab ver. Ananı tanıyırsan, qızı tanıyırsan, kimi? Rəis, Aha.
Mənim o qızdan xoşum gəlir. Elə fikirləşirəm ki, bu da kiminsə xoşuna gəlməyib. Ona görə belə bir plan qurublar. Hə. Yəni demək istəyirsən ki, sənin qızdan xoşun gəldiyinə görə kimsə yandırıb sənin üstü atıb evi. Hə? Ola bilməz, rəis. Hadisə vaxtlarıydı. Ay, rəis, mən yorğun adamam, bütün gün işdəyəm, gücdəyəm. Harada olacağım, evdə. Mənim heç ümumiyyətlə xəbərim yox deyə sonradan bilmişəm ki, ev yanıb. Yaxşı. Araşdırarıq. Görək, doğrudan sənə şər atırlar, yoxsa düz danışmırsan. Rəis, mənim vicdanım təmizdir. O yanğın mənim işim deyil. Necə araşdırırsınız, araşdırın. Gözləyək, İmran bəy. Hər bir işin izi olur. Biz də o izi tapacağıq, narahat olma. Yaxşı. Elmira, danışdın Gülnarla? Yox, danışmamışam. Niyə? Nə bilim ya Fiko, bilmirəm axı nə danışım, necə danışım. Bilmirəm. Elmira, necə yəni bilmirəm necə danışım? Ana deyilsən, 30 qabağında danış da. Hə, belə danışmaq asandır. Amma mətləbə gələndə adam çaşıb qalır. Bilmirəm axı nədən başlayım, nə deyim, nəyi məndən gizlədə bilər. Bilmirəm Elmira. Nə gizlədirsə öyrən. Bu nə məsələdir, nə zibildirsə soruş bil. Lap belə birdən, lapdan gedim soruşum. Elmira, birdən, ikidən özün bilərsən. Mən əsəbdən özümə yer tapa bilmirəm. Yaxşı da Fiko, yaxşı, əsəbləşmə. Deyirəm bu sənan da yamandır ha. Düz deyirlər, suyun lalaxanı adamın yerə baxan. O gədənin adını çəkmə mənim yanımda. Nə dedim ki mən? Demə Elmira, heç nə demə. Sənə nə olub? Sən dəli olmusan? Ya əcəli və susamısan? Mən bilmədim də neyini. Ha, necə oldu? Mən aranı sakitləşdirməyə çalışıram. Gözləyirəm bir sakit olsunlar, görək başımıza nə iş gəlir. Sən kefsən, gedib əmin yolunu nəyə kəsirsən? Hansı məntiqə sığır bu? Məntiq qalıb ki, mən də cavan. Sözüm də bilmirəm nə edirəm. Ha, necə yəni? Necə yəni nə edirəm? Gözləməyi bacar da qardaşım. Belə vacib idi. Vacibdir də cavan. Mən şu gözləyə bilmirəm. İstədim bir gün onlara bir xeyrim dəysin, köməyim dəysin. Ağlıma da heç nə gəlmədi. Dedim, bəlkə bu variantı əl atsam, nəsə eləyərəm. Sən ki, məni başa düşürsən? Amma mən başa düşürəm, əmi başa düşmür, əmi. Harda görülüb, oğlan getsin, qızın atasına desin ki, icazə ver elçilərimi göndərin. Belə şey olur ümumiyyətlə. Heç bu ağlıma gəlməmişdi. Ay başıma dönüm. Heç olmasa biraz gözləyərdi. Mamagil gəlsin, danışsınlar da. Birinci bu arvadlar danışsınlar, söhbəti bilsinlər. Sonra pişirib yavaş-yavaş kişilərin qabağına qoyardılar da söhbəti. Sən gözünə döndüyüm arsız-arsız qeyb əmiyə demisən ki, belə-belə. Belə şey olur. Amma mənə niyə danlayırsan? Görən özün sən elçi getmişsən. İndi bizdə fərqlidir də vəziyyət. Aysunun atası yoxdur. Anası ilə də arası açıqdır, səmimidir. Bezəyin vurur. Alo. Cavan, biz oteldən gedirik. Niyə? Nə olub? İmranı tutublar. Kimsə polisə zəng eləyib, evi İmranın yandırdığını deyib. Necə? Kim deyib? Bilmirik. Bizə dedi, çıxın oteldən vəssalam. Bir şey də oldu. Babam bizim burada olduğumuzu bildi. Necə bir dəqiqə, heç nə başa düşmədim. Gözlə gəlirəm mən, gözlə. Nə olub cavan? Baba Aysungil'in oteldə qaldığını bilib İmran həbs olunub. Ayda, nə pis oldu bu? Gedim mən otelə. Gedim görüm nə olub. Qutarmır, söhbətlər qutarmır. Görüşərik. İstəyirsən maşını verim, get. Lazım deyil. Ayfiko, niyə əsəbləşirsən? Necə əsəbləşməyim? O sənan kimdir ki, mənim qızıma elçi düşür? Qızın artıq böyüyüb. Elçilərin biri gəlib, biri gedəcək.
Gəlməsinlər. Mənə lazım deyil. İstədin, istəmədin, həyatın qanunu budur. Bugün Əli adını çəkəcək, sabah Vəli, bir gün Pirvəli. Axır birinə qismət olacaq da bu qız. Elmir, onlar kimdir? Dəli eləmə də məni. Fiko, söz gəliş deyirəm də. Yəni qızın adını mini çəkər, birinə qismət olar. Mən havalanacam. Bu nədir? Əli, Vəli, yoxdur Pirvəli. Qızın adını çəkən kimi necə qısqandı. Belə də iş olar. Dəhşət de bu. Çox yumşaq davranırsan Cavanşir bunlara. Sənə 100 dəfə demişəm ki, sərt ol. Sərt ol ki, qoy sürünsünlər sənin ayağının altında. Bunlara belə lazımdır. Eləsəm yəni olmar. Alınlar, niyə alınmasın? Sən sına da, sınamamış necə alınsın? Sına görə alınır, yoxsa yox? Zəng gəlir. İmran. Nə deyim? Nə deyəcəksən, yox denən. Qoy ağlı başına gəlsin. Sürünsün. Yox deməyə bacarıram. De görüm. Alo. Baba salam. Salam. Baba mən bölmədəyəm, anama işlədim ha. Kimsə mənə şər atır. Gəl özüm bir dənə danış çıxart da mən buradan. Mən neyim anama? İndi düşmüsən ora. Başa düşürəm səni. Bilirsən nə var? Sən hər vəziyyətdən özün çıxırsan da. İndi yəni orada öz günahsız olduğunu sübut edə bilmirsən, yəni. Baba sənə deyirəm bölmədəyəm, sən gəlsən yaxşıdır. Yox. Yorulmuşam vallahi. Biraz dincəlmək istəyirəm. Özün həll elə də iki kişisən, uşaq deyilsən ki. Yaxşı baba, yaxşı, çox sağ ol. Sən də sağ ol, sağ ol baba. Bir də zəng eləməsin. Yetərdi. Yaxşı idi. Mən buradaydım da ona görə yaxşı idi. Qoy qalsın orada, ağlı başına gəlsin. İmranın. Sən bilirsən nəsə. O şeytanla papuşu tərsini tikirsən nəsə. Mənim işim budur da Cavanşir. Bilmirdin. Öyleyse olar bir de zəng eləyəm. Buyurun. Ne oldu İmran çıxdın? Yox hələ çıxmamışam. Mənə diqqətlə qulaq as. Ne oldu be, hardasan? Bölmədəyəm, nə harda olacam? Siz hardasınız? Sen narahat olma, biz gelmiş evdeyik. Cavan sağ olsun getirdi bizi. Senin işin nece oldu? Ne kadar orada kalacaksın? Hələ buradayım da. Babaya da zəng elədim, baba da özün bilirsən də məsələn. Dedi, mən heç nə eləməyəcəm, özün necə bacarsan, həll elə çıx. Onda biz de ondan şikayet edeyik. Yox, yox, hayır. Almaz elə. Niye yok? Qoy indi cevap versin de. Alınmır da, alınmır. Hara qədər fırlada bilərik də, onu bilirsən də. Fırlatma olmayacaq məsələn. Ha, düz deyirsən. Yaxşı, onda qoy bir şey düşünərik. Yaxşı, yaxşı, yaxşı. Hələlik. Sağ ol, reis. Bağışlayın, kontrolumuzdan istifadə edelim. Sağ olsun. Nəzir, Heç nə deyir ki.
Babasını çağırdı bölməyə, o da gəlmədi. Hə. Babadan bunu gözləmək olardı. Hə. Bu sizin oteldə olduğunuzu hardan bildi? Ay bala, onun hər yerdə qulağı da var, gözü də var. İndiki insanlar elə xarabdır ki, vallah. Özlərinə yer eləmək üçün belə doğmalarını da ələ verərlər. Nə qoyub, nə axtarırsınız sizdə? Mən bilirəm nə etmək lazımdır. İmranı oradan ancaq siz çıxarda bilərsiniz. Necə ay bala? Hə ana, Cavan düz deyir. Bizim evə görə tutulmuyor. Gedək biz də deyək ki, şikayətçi deyilir, bəs salam. Yox, mən bilirəm nə edəcəm. Cavanşiri peşman edeyim, o da görsün. Aygül, qızım ehtiyatlı ol. İndi əsas məsələ İmranı oradan çıxartmaqdır, vəssalam. Elə də eləyəcəm, ana, narahat olma. İstədim Cavanşirdən şikayət edeyim, İmran da dedi ki, eləmə. Ucu gəlib sizə dayanacaq. Hə, onda necə eləyək? Razısızsa vaxt itirməyək, gedək. Siz desəz ki, şikayətçi deyilik, onu orada saxlayan deyirlər. Məncə dəyər. İnsanlıq elədir. Təki axıra kimi insan qalsın. Onda niyə? Durun gedək də. Mən də gəlirəm. Sən gəlmə məncə, sən mamanın yanında qal, yaxşı. Yaxşı. Cavan, sən də qal. Hı. Onda sən ona deyim, sən aparsın. Yaxşı olar. Bir getməz. Gülüm, ana qurban. De görüm bu nə məsələdir, hə? Ahlı balam mən. Bilmirəm sana necə gedib ataya bu məsələni deyib. Amma Cavan dedi ki, mən danışacağam onunla. Çox maraqlıdır. Bu oğlan bu cürəti hardan tapıb? Kim buna bu ixtiyarı veribdir? Hı? Evimizə gəlib gedən adamdır da. Yəqin elə fikirləşib ki, ata onu düz başa düşər. Həm də ki, ata sevib evlənir bax ona görə. Hə, elə dedi. Artıq danışıbsınız da, belə başa düşdüm. Yox. Sadəcə mənim fərziyəmdir. Sənin nəyin fərziyyən nədir? Ay ana, fərziyədə yəni mənə elə gəlir ki, mən düşünürəm ki, yəni sənin ancaq ona görə cəsarət edib deyə bilər. Həm də ki, o bizimkiləri yaxşı tanıyır. Bax, burada səhv edirsən. Heç də yaxşı tanımır. Atan az qalır infarkt olsun. Mən bir şey başa düşə bilmirəm, ey qızım. Bu oğlanın atası, anası, böyüyü yoxdur be ya. Amma Səman yaxşı uşaqdır ya. Yəni, məncə ancaq ürəyi təmizliyindən belə bir şey eləyə bilər. Yaxşı oğlan. Yaxşıdır, mehribandır, qağı-keşdir. Nə bilim, heç bir məqsəd güdmür, yaxşı dostdur. Həm də ki, indi belə adamlar çox azdır. Heç nə. Heç nə, nə deyirəm ki? Nə oldu, yana? Heç nə, quzum, nə olacaq? Olan olub. Necə yəni, nə edirsən, yana? Deyirəm ki, mənim ağıllı qızım, ailə qurmaq gözəl şeydir. Axır evvel sən də quracaqsan da. Düz deyirsən, ana, amma hələ ki fikrim yoxdur, narahat olma. Hə, görürəm, heç fikrin yoxdur. Görünür, fikrin olmadı. Canım. Kızım, ağıllı kız. Anasından kuzusun. Başka? Ateş, nə olub dedin təcili gəl, nə məsələdir? Zeynəb. Hə. Hə. Ay qız, bilirsən kim buradadır? Kim? Azad? Cəhənnəm olsun Azad. Kim buradadır? Kamal. Kamal. Hə. Kamal. Yadından çıxıb Kamal. Az bir məktəbdə oxumurduq. Sən istəyən oğlan? Hə də. Çıxıb o? Hə. Hardan bilirsən buradadır? Dərzidən paltar götürməyə getmişdim. Hə. Oradan qaydanda bir nəfər çıxdı, keçdi qabağıma yolda. Hə, əvvəl tanımadım, bir may olub, kimdir?
Sonra biraz baxdım, baxışlarından tanıdım. Dəli olub o. Hmm. Sən qabağını niyə kəsir? Nə bilim. Görən olar, qardaşların görər eləyər. Yəqin Azad məsələsini eşidib bilib, ona görə gəlib çıxıb qabağıma. Üzümə vurmaq istəyir. Nə deyirdi? Nə bilim, qoydum ki, danışmağa. Heç qulaq asmaq da istəmədim. Dedim, bir də mənim yoluma çıxma. Uzaq dur məndən, dedim. Hələ də onu bağışlamamısan? Yox. Zeynəb, belə şey necə bağışlamaq olar? Buradan desin ki, səni sevirəm. Oradan da geçsin hansısa əxlaqsız qadının yanına. Orada da öldürsün onu, pullarını vurasın. Nəsə, çox iyrənc söhbət deyə. Hə. Nə bilim Mətiş, nə bilim. Amma gərək danışaydım. Bəlkə doğrudan da anası deyən kimi günahı yox imiş, hə? Ay Zeynəb. Bütün analara elə gəlir ki, onun oğlu hamıdan günahsızdır, hamıdan yaxşıdır. Nə bilim. Amma 25 il səni unuda bilməyibsə, deməli, həqiqətən sevir də yazıq. Başına dəysin sevgisi. Biabr elədi məni cəmaat içində. Yadındadır qızlar necə gəlib danışırdılar bizim yanımızda. Kimin evindən apardılar onu. Yadımdadır. Gedib qalıb orada, yeyib içiblər, sonra nə olub bilmirəm. Götürüb arvadı öldürüb. Nə bilim, dəhşət. Getsin o günlər gəlməsin, yadımdadır. Amin. Heç xatırlamaq istəmirəm o günləri. Onunla nə danışım mən, eləsinə nə danışım. Məncə uzaq olsa yaxşıdır, qoy getsin işi ilə məşğul olsun. Nə bilim Mətiş, necə istəyirsən. Fikir ver, boş ver. Nəsə çıxdı qabağıma, bir səhər oldum birdən-birə, hər şey yadıma düşdü. İstəyirsən danış. Danış gör nə deyir, qulaq as. Ya da özü elə apar ki, göyə heç nə olmayıb. Yox o ay Zeynəm. Danışmasam yaxşıdır. Qoy getsin, öz həyatını yaşasın. Belə yaxşı, istəmirəm. Onu da özü yeyib tökmə də. Yadından çıxart, boş ver getsin. Dur gedək çay içək. İstəyirsən. Gedək içək. Gəl. Ay Zeynəb. Çox sağ ol. Niyə görə Mətiş? Elə ona görə ki varsan. Ona görə ki mənim həyatımdasan, sirdaşımsan. Bu söhbəti səndən başqa heç kim bilmir. Səndən başqa da heç kimlə danışa bilmərəm. Dəlisən ay qız. Əmim qızısan da sən mənim. Başqa cür ola da bilməz. Bizim damarımızdan eyni qan axır. Düzdür, hərdən baldızlıq eləmək istəyirsən, amma mətanətsən ki, mətanət. Olsun, nə vaxt elədim? Əzizləsin. Sizə görə deyirəm də. Ay, yaxşı da, Mətiş. Dur gedək çay içməyə. Çay deyirdin, dur gedək. Deyirdim. Deyirəm də, dur. Səblərlə oynayırıq. Fikrət. Hə. Bəlkə sən bir dənə sakitləşdirici səsən. Əşi yox, nə sakitləşdirici? Sakitləşdirici mənə nə edəcək ki? Deyirəm, sən bu sənayı yaman ürəyə salmışsan ha. Böyük bir dərd olub sənə. Hikmət, sən zarafata salırsan, amma mənim ürəyim partlayır. Niyə də, niyə? Dünya yıxıb altında qalmışsan. Elə bilsən, qız atası olmaq elə asan şey deyil. Mən də bilirəm, asan deyil. Amma belə də yoxdur, mən belə gözləmirdim. Qardaş, o bir dənə məsəl var, deyib, qız ağacı, qoz ağacı. Hər gələn bir dənə daş atar. Hikmət, sən Allah o atalar sözünü çəkmə. Çox mənasız atalar sözü. Hə, mənasız niyə olur? Mənasız da. Ay qardaş, sənin evində gözəl qızın varsa, bil ki, sənin qapın həmişə döyüləcək. Döyülməsin, gəlməsinlər, istəmirəm də mən. Bir də atalar sözü həmişə düz çıxır ki, deyə atamız var da, gündə bir söz deyir, hansı düzdür? Demək istəyirəm ki, qardaş, əgər qızın varsa, mütləq qapını döyüləcək. Bir də ki, o qız nə vaxtsa ailə qurmalıdır da, kimsə bu qapını döyməlidir. Qurmasın Hikmət, istəmirəm, ailə qurmasın, verməyəcəm heç kimə. Vəssalam, bu qalsın yanımızda. Gəbələ görmə, tərsliyin tutub yenə. Tərslik yox Hikmət, əsəbləşmişəm, sən Allah əbülsən. Nə gülürsən? Gülərəm də, qəribə adamsan.
Kimisə qızın alıb gətirməmsən sən. Onu da kimsə alıb aparacaq da qardaş. Yenə deyir alıb aparacaq. Yaxşı, yaxşı, əsəbləşmə, yaxşı. Saxlayarsan evdə, qoyarsan servantın başında. Hə, elə eləyəcəm. Tərs ki, tərs də. Köhnələrdən kimlər var? Həmişə azadlıqda. Sağ ol qaqaş, sağ ol. Ha, mənim təsbihim var. Yaxşı qurtardın, ha deyirəm. Hə. Sağ olsun Aygül xanım. Qulaq olsa, başa düşmədim. Bu qədər səhər söhbət elədiyi heç nə olmadı. Sən nə danışdın, nə dedin ki, məni buraxdılar? Heç nə deyəcəm, dedim nişanlımdır. Niyə elə şey eləsin ki? Onlardan şikayətçi deyiləm dedim. Lap elə dedin, nişanlım. Yaxşı, sən nə dedin? İşte mən də dedim ki, bəs istədiyim qızdır da. Onun evini mən niyə yandırım ki? Bizə şər atırlar, bizi gözü götürməyənlər var. Bu sevginin qarşısına çıxmaq istəyənlər var. Bir də özümü sudan quru çıxartmalıydım. Laf elə dedin? Düzəlmədin də deyirəm sən. Qulaq as, sənin bu geroy dostun alın. Nə bilim, qaynanası ilə işi var. O toya özü getməyib, pul göndərən adamlar kimi sənə göndərir. Gəlmişəm də, sənin üçün nə fərqi var? O fərq olmağına fərqi var. Sən nə bilsən, mən səni burada görmək istəyirəm, görmək istəmirəm. Şey deyim, mənim maşınım qalıb otelin qabağında. Maşın alsan? Gedə-gedə düşürdüm sizi. Sürə bilirsən? Məni sağ-salamat gətiribsə sürə bilir, gəl. Sağ-salamat edəcək, Nivada getmək olur da. Hə, heç nə olmaz gəldim. Buyur, əziz nişanlım, keç. Meyvə gətirdim sənə. Qulluğa bax. Bəs nə bilmişdin? Deyirəm, arvad başqa şeydir. Kim mənə belə qulluq eləyə bilər? Kim? Bax, ona görə də qədrimi bil. Bəlkə yapış mənimlə. Ay ata, İmranı görməmsən? Mən nə bilim, İbran hardadır? Mən onun dayısız adıyam. Bayaqdan nə qədər zəng eləyirəm, götürmür, nigaranam. Cavana da zəng elədim, deyir, bilmirəm hardadır. Ay ata, bəlkə ona bir iş tapşırımsan, oteldə deyil. Hə? Salam. Hardasan sən? Bayaqdan sənə bilirsən nə qədər zəng eləmişəm. Biraz işlərim var idi da, anam. İşlərin var idi. Qutarmır da sənin bu işlərin. Sənə qurban olaram. Ay. Bax, oğlun gəlib evə, nə olar? Bir dəfə soruş da, açsan, susuzsan. Valla acından ölürəm, bir də mənim yemək ağzında da qurban olum. Acından niyə ölürsən? Toydan ac gələnlər kimi səndə. O boyda otel açılışından gəlirsən. Yox da, indi otel yeməyi dadı başqadır. Ana yeməyi, əsas ana yeməyidir. Yaxşı da, şirinlik eləmə. Buyurun. Gedim, hazır. Buradasan? Hə, buradayam. Neynədin, danışdın qızla? Qız nə Tayfiq? Günləri deyirəm, Elmira. Hə, danışdım. Nə deyir? Nə bilim, gülüdür də. Necə yəni nə bilim, Elmira? Bilmirsən nə danışmısan, ha? Bilirəm, Tayfiq, amma bilmirəm sənə necə deyim. Elmira, nə danışdınız? Məni hövsələdən çıxartma. Sənin haqqında fikrini soruşdum. O gədənin adını çəkmə də demişəm sənə. Yaxşı da, yaxşı, əsəbləşmə. Oğlan haqqında fikrini soruşdum, dedi yaxşı oğlandı. Yaxşı oğlandı? Nəyə yaxşı oğlandı? Heç zibil də deyil o. Fiko,
Sən əsəbləşirsən, amma deyəsən Gülün də ondan xoşu gəlir. Elmira, Hı. Ləman nənə. Sən də qal. Sən də bu söhbəti eşitməlisən. Hə, baba. Elə bilirdin oradan çıxa bilməyəcəm. Sənə möhtac olacağam. Sənə dərs vermək istədim də. Dərs. Alınmadı. Yaxşı, bəs necə oldu çıxdı? Sağ olsun Aygül. Xalidənin böyük qızı. Getdi, izahat yazdı. Dedi ki, şikayətçi deyiləm. Polis də sağ olsun. Qanunu bilən adam idi. O da dedi ki, əgər sənin haqqında şikayət yoxdursa, mən də səni burada bir dəqiqədə saxlaya bilmərəm. Mənə bildim axı, mənim üçün darıxırsan. Dedim, gəlim, yanıma. Yaxşı. İndi də səni keçiriblər. Canıqlarına, onlar deyəsən, ailəliylə mənim nəvələrim olmamaqla məşğuldular. Düşmüsən törlərinə, ona görə də ev yandırır, onları da aparmısan mənim otelimə. Heç kimi ovlamayıblar baba. Narahat olma, heç kim də heç kimin toruna düşməyib. Sadəcə fikirləşdim ki, düzgün hərəkət dövrəyə bu. Yəni günahı olmayan adam mən niyə yandırım? Sən mənə salim olmalıydın. Amma sən yolu azdın. Miran, bu yaxşı olmayacaq. Mən ölüm. Əvvəl olsaydı qorxardım. Sən bundan sonra o ailəyə heç nə eləyə bilməzsən baba. Çünki onların dalında mən varam. Ne danışırsın? Sen de cavan oldun, dayın oğlun yolunu yedirsən, ay berekallah. Ya, mən uşaq yol getmirəm baba. Mənim öz yolum var. Amma deyirəm ki, yaxşı ki o evi yandırdım mən. Düşün bala. Çünki mən əvvəldən hiss eləmişdim ki, sən məni aldadacaqsan. Kim aldadı? Sen bana yalan dedin. Sözümden çıktın axı. Sən məni aldatdın. Hə, sən. Ben sana başka cür yanaşırdım. Sen benim gözümde tamam başkaydın. Ama sen yaxşı eləmədin. Sözümden çıktın. Deyirəm ki, nənəm, bu əvvəl olsaydı, bizə necə inanardın bu sözə? Sən ömrü boyu məndən istifadə eləmsən, baba. Elə bilirsən, bilmirəm. Neyi bilmirsən? Sən xəbərin yoxdur. Sən xəbərin yoxdur ki, mən bilirəm. Elə bilirsən ki, bilmirəm ki, oteli
Ləmanın adına keçirmisən. Sənətdir, sünətdir. Hə? Bilmir də.